Bax, elementar şeydir ya, sadə. İndi Rəcəban 27 gəlsin, 90% stavs eləmci olacaq. Peyğəmbərə verilən gün mübarək olsun. Salavat zikirlə, Fatihə. Sən etiqadın səhvdir, nə salavat? Sən səhv düşürsən Peyğəmbər haqqında, sənin salatın qoru qəbul olacaq. Axırı məqdəm partlaca deyəsən. O deyir, infaq kesilmək. Deməli, hər biri sənə çağırır öz məktəbinə müəyyən yollarla. Marks özünün, Marksizmdə o əqidəsi, özünün bəzi əsərlərinə xatırladır. Deyir ki, azad olmuşlar təbəqəsinin olması üçün, istəyən ki, azad təbəqə olsun, azad olmuşlar təbəqəsinin olması üçün suallar və kölələr təbəqəsinin olması zəruridir. Yəni, sən suallar yarad, kölə yarad, adı olsun azadlıq. İndi var, məsələn, ərindən qulluq etməli, təhqir bilir, heç olmadan ərindən boşandı, ailə dağıldı, uşağı atdı, 2 yaşlı uşağı atdı getməyən bir yerə, var, feminizm var. Azadlıq falan, gedək kafedə onda kişiyə qulluq edir. O bir deyər bir söz atır buna, bir deyər söz atır buna. Mən axıran qalan bilirsiniz, səhər və gündüz, axşam seminar olur məndə. Gecə olaraq qalıq da. Dərs oxuram, yazıram, pozuram, dərsləmin videosunu düzəldim. Bəzən bir üçlənən kimi mən gedirəm, baxıram Instagrama, TikToka daha çox. Daha çox baxıram, YouTube'a baxıram, dərsliklərə falan. TikTokda canlı açıb xanımların gecə yarısı 2, 3, 4, 5 bilmədən. TikTokda gecə yarısı canlı açan 90% qadınlardır. Niyə? Bu kişilər bilir, kişi yatır məsələn. Bəzidir ki, məsələn içində biridir əriyəm, biridir məsələn içində altdan bazı söyüş yazırlar. Deyir, yazımın ərim evdədir. İndi ya əri öz var şərait yaradır, ya ərimlə bacarmır. Yaxşı, o deyə pisi, bəs sən özün. Gecə yarısı təcili iş var, sən müəllimisən, xəstəxanada işləyirsən, fövqəladə hal baş verir ölkəmizə, sən çıxırsan gecə yarısı, acıma belə eləyim, verirsə məlumat, baş üstə qəbul edəcək, mütəxəssisən axı. Sən gecə nə işin var TikTokda canlıda? Və nə axtarırsan mənimkilə? Elə o vaxt gəlinə, altda qaşa söz yazırlar. Nəyə var yazırlar? Baxanı o insanlıq, bir sən tərk elə, insan özünə hörmət eləsin, vəssalam. Hər sahədə. Adın qoyurlar azadlıq. Azadam mən, ürəyim istəyən vaxt çıxaram canlı TikToka, ürəyim istəyən vaxt açıq-açıq paltalar giyinirlər, üzr istəyirəm, adam xəcar çəkir. Yəni, nədir? Sən nədir marağı? Nə istəyirsən sən ümumiyyətlə? Hələ hicablı yox, başmalı deyirəm. Hicab üçün başqa, ola bizim başımızın tacıdırlar. Başları bağlıdır. Çıxır canlı gecə yarısında. Görürəm bəzi, altdan söyüşlər. Biri hicabdan ayıbdır, biri xanım hicab, şiə olmayan sevini, bu da şiə. Şiə olan orada utanır ki, xanım ayıbdır da bu filan. Bunlar əksinə inkişaf edirlər. Başqalarının bildiyi ki, başqa asası gəzən xanımlar, orası xanımlar kimlərəsə axtarırlar. Bəs sən kimi axtarırsan? Sən də axtarırsan. Üzülsəm, hər an bir adam istəyirlə, kömək eləsin, dəstək olsun, nə adları varlar, müxtəlif. Yaxşı, sən nə axtarırsan? Ayıb deyir bu. Başınakına bir hörmət elər. O yox, qadınlığa hörmət elər. Dinin nə olursa olsun, bir insanlığa hörmət elər, sonra bir cinsiyyətə hörmət elər. Kişi kişi kimi, qadınsan qadın kimi. Üstəliklə hicab, namaz filan, mahnı qoyub, mahnı oxuya, bədənin hərəkət edir, oxuya, kişilərlə qumarı olur, nə oxuyur. Sonra həmin adam gəlir, danışır bizə dinindən. İmam Hüseyin eşqi belədir, xanım Zəhra, bax, sənə qurban olun. Dil pəhləvalı bizdə sotu çox təəssüf. Deyir, bax, beləncə insanlara azadlıq, adılar bir şey verirlər, məktəblər. Amma o azad adı ilə bunların yanında olan şəxsə, onların məktəbini qəbul edən şəxsə, o məktəbin qullarıdır. Xəbərləri yoxdur. Bunların heç xəbəri də yoxdur. Burada İslam şərait, vaxt azı deyə burada ayələri var. Bizim dərsimiz olacaq, 4-cü yerə qədər, səhifə 74-ə qədər olacaq. Burada ayəmiz var. İslam şərait və maneə silsiləsində hansı işləri bəyan edir? İslamda şərait və maneələr adətən və yaxud həmişə fitrət və zat ətrafında fırlanır. Quran bəzi hallarda ilk paklıq şəraitində qalmağı şərt adı ilə tanıtdırır. Müttəqilərə doğru yol göstərən.
Allah Taala'nın sevdiyi bəndədirsə, yaxşı bəndədirsə, o özünü azdırmayacaq. Və digər ayəmiz, biz onun Allahın əzabından qorxan bir kimsəyə yalnız öğüd nəsihət olaraq göndərdik. Peyğəmbərin demək, qəbullər məsələn öz işindir. O bir ayəmiz yasında onunla ağıl və bəsirət sahiblərini qorxut. Kimin ki ağlı var, deyəsən qəbul edəcək. Kimin ki bəsirəti var, gözü açıqdır, dünya görüşü yüksəkdir, sənin sözündən dərs götürəcək. Bu qədər vaxt az qalıb, mən də hamısını oxumadım, eləmişim işarə, onları oxuyum, bəzən də oxumadığım oldu. Biz oxuyarsınız da inşallah. Səhifə 74, 4-cü yerə qədər. Allah elimizi artıq etsin, Allah bizim şərrimizdən, İslam dinini qorusun, amin. Allahümmə səllə alə Muhammedin və alə Muhammed və accil faracahum.